Hər kəsə salam. Gəlin bir anlıq təsəvvür edək. Sinif otağı sadəcə məlumatların ötürüldüyü bir yer yox, kəşflərin edildiyi bir laboratoriyadır. Bax, bugün biz ənənəvi tədrisi kökündən dəyişən və öyrənməni daha effektiv, daha maraqlı edən 4 əsas açarı birlikdə kəşf edəcəyik. Deməli, hər şey əslində bu iki fərqli fəlsəfəni anlamaqdan başlayır. Baxın, bir tərəfdə bildiyimiz o ənənəvi model var. Müəllim sanki səhnədəki müdrikdir, şagirdlər də sadəcə tamaşaçı, amma digər tərəfə baxanda mənzərə tamamilə dəyişir. Burada müəllim artıq bir bələdçidir. Şagirdlər isə öz bilik xəzinəsini axtaran fəal kəşfiyyatçılardır. Bilirsiniz, bu sadəcə bir rol dəyişikliyi deyil. Bu, öyrənmə oyununun qaydalarını, başdan sona yenidən yazmaq deməkdir. Bax, bu cədvəl demək olar ki, bütün hekayəni danışır. Gəlin bir neçə vacib fərqə fokuslanaq. Məsələn, ənənəvi sinifdə öyrənmə təkrar üzərində qurulub, amma konstruktivist yanaşmada əsas məsələ böyük anlayışları qavramaqdır. Ya da müəllimin roluna baxaq. Bir tərəfdə sərt mühakimə var, digər tərəfdə isə şagirdlərlə dialoq. Bunlar sadəcə bir neçə detaldır, amma əsas ideya tam aydındır. Güc mərkəzi və məsuliyyət yavaş-yavaş müəllimdən şagirdin özünə doğru keçir. Yaxşı, bəs bu yeni öyrənmə dünyasına ilk qapını necə açırıq? Cavab çox sadədir, birlikdə. Birinci açarımız komanda işi, yəni əməkdaşlıqdır. Əməkdaşlıq deyəndə şagirdləri sadəcə eyni masa arxasına oturtmaqdan danışmırıq. Əsla, bu birimiz hamımız birimiz üçün prinsipi ilə işləyən bir sistemdir. Hər kəsin töhfəsi zəncirin bir halqası kimidir və qrupun uğuru hər kəsin məsuliyyətidir. Burada təkcə biliklər yox, həm də uğurun yükü də paylaşılır. Bəs bu əməkdaşlığı işlək vəziyyətə gətirən sehirli formul nədir? Bax, bu 5 əsas prinsipdir. Məsələn, müsbət qarşılıqlı asılılıq o deməkdir ki, ya hamımız birlikdə qalib gələcəyik, ya da birlikdə uduzacağıq. Fərdi məsuliyyət isə imkan vermir ki, kimsə komandanın arxasında gizlənsin. Və bəlkə də ən vacibi, qruplar daim öz işlərini müzakirə edir. Necə işləyirik, nəyi daha yaxşı edə bilərik, bax beləcə daha da güclü komandaya çevrilirlər. Deməli, komanda işi bizim təməlimizdir. Yaxşı, bəs bu komanda nə inşa edir? İkinci açarımız məhz budur. Bilirsiniz, şagirdlər boş anbarlar deyil ki, biz onları məlumatla dolduraq, xeyr. Onlar öz anlayışlarını və biliklərini kərpic-kərpic inşa edən ustalardır. Konstruktivizm əslində öyrənməyə bir inşaat layihəsi kimi baxır. Yəni, şagirdlər sadəcə hazır məlumatları qəbul etmirlər. Onlar öz keçmiş təcrübələri üzərində yeni biliklər inşa edən memarlardır. Bəs müəllimin rolu nədir? Onlara ən yaxşı alətləri və layihə planını vermək. Benjamin Franklin'in bu sadə, amma çox dərin sözləri konstruktivizmin elə bil ki, ürəyidir. Eşitmək unutmağa, görmək xatırlamağa, amma etmək anlamağa aparır. Həqiqi öyrənmə ancaq prosesin bir hissəsinə çevriləndə baş verir. Yəni, cəlb olunma, anlamağın və yadda saxlamağın qızıl açarıdır. Yaxşı, bəs konstruktivist bir müəllimi kənardan necə tanımaq olar? Çox asan. Onlar cavabları verən deyil, cavabları aparan sualları verən insanlardır. Şagirdin müstəqilliyini təşviq edir, onları dialoqa cəlb edir və dərsin axarını şagirdlərin marağına uyğun istiqamətləndirirlər. Məqsəd düzgün cavabı söyləmək deyil, düzgün düşünmə prosesini oyatmaqdır. Gəlin bu sual üzərində bir saniyə düşünək. Müəllim şagirdlərə tarixi sənədlər verir və deyir ki, hadisəni özünüz araşdırın, öz hekayənizi qurun. Bu hansı yanaşmadır? Əlbəttə ki, konstruktivizm. Çünki burada şagirdlər hazır faktları əzbərləmir, onlar bir tarixçi kimi bilik yaradırlar. Və bu, öyrənmənin ən güclü formalarından biridir. Deməli, şagirdlər bilikləri qururlar, amma qurduqları binanın möhkəm olduğundan necə əmin ola bilərlər? Bax, bu sual bizi üçüncü açara, yəni refleksiyaya gətirir. Refleksiya, sadə bir dillə desək, düşünmək haqqında düşünməkdir. Yəni, şuurlu şəkildə bir addım geri atıb, özünə suallar verməkdir. Mən bunu həqiqətən başa düşdüm? Bu prosesdə nə yaxşı işlədi? Gələn dəfə nəyi fərqli edə bilərəm? Bax, bu vərdiş öyrənməni səthi anlayışdan dərin mənimsəməyə çevirir. Donald Schoen'un da dediyi kimi, öyrənmə fəaliyyətlə bitmir. Əsla. O, həmin fəaliyyət haqqında düşünməklə tamamlanır. Məhz bu düşünmə prosesidir ki, öyrənməni möhkəmləndirir və onu gələcək üçün həqiqətən tətbiq edilə bilən hala gətirir. Və bilirsiniz, refleksiyanı sinfə gətirmək üçün heç də mürəkkəb alətlərə ehtiyac yoxdur. Məsələn, dərsin sonunda çox sadə 3 öyrənilən şey, 2 maraqlı məqam, 1 sual
texnikasını tətbiq etmək olar, yaxud şagirdlərin bir-birinin işinə rəy verməsi. Bu həm rəy verəni, həm də alanı öz işi haqqında daha dərin düşünməyə vadar edir. Bu cür sadə vasitələr refleksiyanı gündəlik bir vərdişə çevirə bilər. Amma bir reallıq var ki, hər sinifdəki hər bir şagird fərqlidir. Bu da bizi sonuncu və bəlkə də ən vacib açarımıza gətirib çıxarır. Bir ölçü hamıya uyğun gəlir prinsipi təəssüf ki, təhsildə işləmir. Bəzi şagirdlər sürətlə irəliləyir, bəzilərinin isə daha çox dəstəyə ehtiyacı olur. Yaxşı, bəs biz bu fərqliliyi necə idarə edə bilərik? Cavab adaptasiyadadır. Yəni, tədrisi hər bir şagirdə bir dərzi kimi fərdi tikmək. Məqsəd hər kəsin eyni anda finiş xəttinə çatması deyil, əsla. Məqsəd hər kəsin o finiş xəttinə öz yolu, öz sürəti və öz üslubu ilə çatması üçün lazımi şərait yaratmaqdır. Adaptasiyanın ən güclü üsullarından biri scaffoldingdir, yəni dəstəyin tədricən azaldılması. Gəlin bunu velosiped sürməyi öyrənmək kimi düşünək. Əvvəlcə arxada dəstək təkərləri olur. Bu, yüksək dəstəkdir. Sonra onlar çıxarılır və siz biraz yırğalanırsınız. Bu, tədricən azaltmadır. Və nəhayət sərbəst şəkildə özünüz sürürsünüz. Bu da müstəqillikdir. Bu üsul şagirdlərin çətinliklərdən qorxmadan yeni bacarıqlar öyrənməsinə imkan verir. Bəs bütün bu 4 açarı bir araya gətirəndə nə baş verir? Biz tamamilə dəyişmiş, yeni bir öyrənmə mühiti yaradırıq. Müasir sinif otağı statik bir yer deyil, dinamik bir ekosistemdir. Burada şagirdlər birlikdə işləyir, öz anlayışlarını qurur, öz inkişaflarını izləyir və ehtiyac duyduqları dəstəyi alırlar. Nəticə nə olur? Sadəcə imtahanlardan keçən şagirdlər yox, öyrənməyi sevən, maraqlı və özünə güvənən fərdlər. Sonda isə bir sualla sizi baş-başa buraxmaq istəyirəm. Bugün danışdığımız 4 güclü ideyadan hansı birini sabah öz sinfinizdə, işinizdə və ya hətta öz öyrənmə prosesinizdə tətbiq edə bilərsiniz? Unutmayın, bəzən ən böyük dəyişikliklər ən kiçik addımlarla başlayır.